şəhidlərimizin rəhmət eləsin. Amin, amin. Bugünkü gündə biz bu şəhidlərin belə deyək də, səmərətini daha tutmuş, öyümüzü işimiz ilə döyük. İnşallah biz elə bir ki, Abadda bu şəhidimiz Ulduzda anamızın oğlu bu qartalı Hatem Əliyevin inşallah tədbirinə hazırlaşırıq Allahın köməkliyi ilə. Yəni bu şəhidimizin timsalında Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların cənnəti ilə müjdələsin inşallah. Zaten bu şəhidlər cənnətlidir, tabi buna deməyə ehtiyac yoxdur. Yəni biz də belə deyək də, Ulduz anamız bizim həm fəxrimizdir, həm anamızdır, həm partiyamızın fəal üzvüdür. Bizim də borcumuzdur da, biz də elə bir ki, həm onun qrup üzvü olaraq, həm də ki, özümüzdə bir borc saydıq ki, biz onun ətrafında yığışaq, onun dərdinə şərik olaq. Allah canını sağ olasın, qardaşlar da sağ olsunlar. Allah rəhmət Bugün bacardıqlar qədər, hər kəsin ümumiyyətlə məlum məsələdir də, bugün hər kəsin bir işi gücü, bir şirkəyə ehtiyacı elə deyil, yəni. Amma belə şeylər nə ilə gəlir ki, belə şeylərdə təbii günlük bu işi gücü biraz eləmiyorlar. Yəni, gözlətmiyorlar. Allah'ın köməkliyindən, Allah Səbuhi qardaşımızdan razı olsun, Operativ qardaşımızdan razı olsun, bizim təşkilimizi yerə salmadı. Bugünkü gündə bizdən bir yüzdədir. İnşallah nə ilə gəlir ki, yaxşı olar Allah'ın köməkliyindən. Amin. 2 gündən sonra, yəni, əslində söhbət yoxdur. Dünya durmuşsa müharibələr də olacaq, şəhidlər də olacaq. Amma biz bir müsəlman kimi də, belə deyək, arzu edirik ki, gündən sonra müharibələr olmasın, yəni analarının gözü yaşlı qalmasın. Yəni, hərəmin evində elə bir boğazından, cibindən kəsib bir təyəli zülümlə evlad böyüdür. Yəni, söhbət yoxdur. Yəni, şəhidlik uca zirvədir, hər kəsə nəsib olmayan bir zirvədir. Amma baxma, da ananın bir parçasıdır da, yəni, evlad ananın, valinin bir parçası sayılır. Buna hər kəs dözə bilmir, yəni, belə deyək. Nə bilim. Allah sizdən razı olsun, təşəkkür edirik. Gəlin, şu an. Allah rəhmət eləsin. Kesin, bu hafta da var. Saçı var. Ben dua vermeye ola değilim ki. Ha? Evet. Yani dua verin de amin. Amin. Allah məkanlarını bütün şəhidlərimizdən Amin. Cənnəti eyləsin inşallah. Şəhidlər zaten cənnətlikdir. Allah cənnətinə müjdələsin. Amin. Bu da bizim şəhid atamız. Allah hamısının canlarını sağ olsun. Şahin əskəri. Allah rəhmət eləsin. Amin. Şahidən sonra şəhidçi. Aleyhləri qürbətəli belə də olsunlar, qurban olunlar. Allah bütün cəm şəhidlərimizin məkanı cənnət olsun. Başda atam balam da Allah anasına, atasına səbir versin. Atası bir rəhmətə gedib. Allah yerini cənnət eləsin, anasına səbirlər versin. Bacısına, yoldaşına, evlatlarına qurban olunlar. Allah Ulduz anamıza da səbirlər versin. Bir yerdə qalacaq səbir versin. Allah qurban olsun. Oldu, tamam, sağ olun, teşekkür ederim. Bu da bizim şəhid atamız. Amin. Öz dünyam var
şehit oldum, yerim güzeldi, Zeki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan sağ olsun, ilahi eskerlerimizi koru. Vatan sağ olsun. Benim çok değilecek sözlerim vardı, yüreğimde kaldı. Mübarek olsun. Bir vatanım var, Azerbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerim güzeldi, Zeki ağlama. Canım, ağlama. Canım sevgilim, bağışla beni, seni tek koydum. Ana, ben şehit oldum, yerim güzeldi, Zeki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan, vatan sağ olsun. Vatan sağ olsun. Vatan, vatan sağ olsun. Vatan, vatan sağ olsun. Vatan, vatan sağ olsun. Ha, satın onu. Bir de telefonunuzu çekelim. Azıcık azıcık dayanın. Azıcık azıcık dayanın.
Esselamu Aleyküm ve Rahmetullahi ve Aleykum. Selefina minkum ma yakun inna aleykum raciun bil suratillahi. Fatiha. Gayril mağdubi aleyhim ve leddâlin. Allah rahmet eylesin. Allah bütün şehitlere rahmet eylesin. Bir de kalanlarına sabır versin. ألم أعهد إليكم يا بني آدم لا تعبدوا الشيطان إنه لكم عدو مبين وأن اعبدون هذا صراط مستقيم قالوا إنا لله وإنا إليه راجعون سبحان ربك رب العزة عما السلام على رسولنا محمد وعلى آله وصحبه اللهم صل كريما وأسألنا لا إله إلا الله أنت سبحانك إني كنت من الظالمين لا إله إلا الله أنت يا حنان يا منان يا بديع السماوات والأرض يا ذو الجلال والإكرام عبادتك ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار ربنا اغفر لي ولوالدي وللمؤمنين لما يقوم الحساب برحمتك يا أرحم الراحمين okumuş Kur'an ayetinin hastalıkları Peygamber sallallahu ruhlarını bütün şehitlerin ruhlarını hediyenin vasiyet atan mağmur şehitlerin hediyenin vasiyet kabul eder. Lillahi Teala El-Fatiha. İyyâke na'budu ve iyyâke nestaîn. Gayril mağdûbi Allah rahmet eylesin. Allah kabul etsin. Allah hamd'a sabır versin. Öz balalarına günahlayanmadan məscidlərinə günahlayırdı. Kazarma tikirdi, yer hazırlayırdı, pes koyurdu. Ama özü Bəli, hörmətli tədbir iştirakçıları, çox dəyərli qonaqlar, bizim qürurlu qəhrəman qardaşlarımızın valideynləri, hər birinizi salamlayırıq, çox möhtərəm qonaqlara təşəkkür edirik. Ulduz annemizin adından sizləri ürəkdən salamlayıram. Şəhid Polkovnik Leytenant Atəm qardaşımızın ailəli üzvlərindən, onun qardaşları adından, doğmaları adından sizlərə təşəkkür edirik. Və bu gözəl tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Vətənimizin azadlığı uğrunda qürurla döyüşüb
qanını bu torpağa halal edən qeyrətli bacı və qardaşlarımızın, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edirik. Ruhları qarşısında baş əyirik və təşəkkür edirik ki, o qeyrətli olanları həyata bəxş edən valideynlərə, minnətdarıq hər birinə, qarşılarında baş əyirik. Bəli, qürurlu qəhrəmanımız, qeyrətli qəhrəmanımız, Murov Qartalov, Polkovnik Leytenant Əliyev Atəm Vaqifoğlu, nəinki Abad kəndinə, Ağdaşa, o cümlədən bütün Azərbaycanın qüruru, şərəfi olaraq, bəli, öz borcunu, qeyrət borcunu yerinə getirərək, vətənimizin azadlığı, suverenliyi uğrunda, bəli, bizə qürur, şərəf, ləyaqət bəxş elədi. Atəm qardaşımızın simasında bütün şəhidlərimizin həyata bəxş edən o valideynlərə təşəkkür edirik. Onlara biz minnətdarıq. Əzizlərim, Mirzə Əfəndidən rica edərik, bəli, bu günlərin bizə yaxınlaşacaq, zəhmət olmasa əfəndi. İlk olaraq sizinlə başlayaq. Valla mən də sizə xoş gəlmişsən deyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Bütün bacı, ana, bak qardaşlarımızın Allah'tan hamısına səbir diləyirəm. Peyğəmbər sallallahu əleyhi və səlləmin bir sözü var. Şəhidlər ölməz, vətən bölünməz. Yəni biz zaten şəhidlərimizlə fəxr etməliyik ki, onlar bizi bu gözəl bir günə çıxarır. Onların qanı ilə yazılıb bu. Atəm qardaşımızın da yəni Ağdaşlı olmasına baxmayaraq, bütün Azərbaycanın bütün şəhidlərinin ruhlarına inşallah bir Fatih oxuyaq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllîn. Allah onlara rəhmət eləsin, ruhları şad olsun. Bütün valideynlərin qarşısında mən də baş əyirəm. Allah onlara rəhmət eləsin. Əfəndi, təşəkkür edirik, minnətdarıq. Hər birinizə, bəli, mühünlərim sözsüz ki, Atəm qardaşımın işığına yığılışan doğmalara təşəkkür edirik. Ulduzanə, hardasız? Zəhmət olmasa anam, sizə qürurlu, şərəfli, ləyaqətli boynumuzu qucaqlayırıq, öpürük, bağrımıza basırıq. Həyat o zaman gözəl olur ki, qayğı ilə böyütdüyün evlad qədir bilən olur. Bugün siz o analardansınız, qeyrətli, qürurlu, şərəfli, ləyaqətli, Atəmin simasında bütün şəhidlərin anasısınız. Təşəkkür edirik sizlərə. Mən valideyn kimi hər birinizə xoş gəlsin deyirəm. Sağ olun, var olun. Hər birinizə təşəkkürümü bildirirəm. Vaxtınızı sərf elədiyiniz üçün. Mən bütün məclis iştirakçılarına öz təşəkkürümü bildirirəm. Hamısının qarşısında baş əyirəm. Sağ olsunlar, var olsunlar. Ən birinci də mənim dərd ortaqlarım, şəhid valideynləri. Bir ana kimi, bir böyük kimi həmişə hörmət qoyublar. Qarşılarında baş əyirəm. Balalarımızın məkanı cənnət olsun, məqamı uca olsun. Ayağı sayalı, düşərli olsun elimizə, günümüzə, xalqımıza, millətimizə.
devlətimizə, hər birinizə xoş gəlmisən deyirəm yenə. Allah, mən üçün danışmaq çətindir. Çingiz müəllim, mən istəyərəm ki, elə mənim yerimə sözü siz danışarıq. İnşallah danışarıq, amma indi tədbirimizin gedişatı var, ona görə də müəllimə mane olmayaq. Ulduz ana, təşəkkür edirik. Var olasınız, sizin qürurunuza, qeyrətinizə qurban olum. Var olasınız ki, atam kimi qeyrətli oğul böyütmüsünüz, atam kimi dəyərli oğul böyütmüsünüz. Sizin simanızda bütün o şəhid analarının qüruruna qurban olum. Atam qardaşımız bir şey deyir, mən bir şey deyəcəm, ondan sonra inşallah Çingiz müəllimin səsi ilə sizin ünvanınıza belə bir şeir səslənəcəkdir. Atam nə deyir, nə düşünür? Yalnız sən bilirsən, toxu ya acı. Gecələr üstümüz örtülü ya açıq. Bütün arzularım qaldı yarımçıq. Nə olaydı arzuma çataydım ana, kaş bir gecə laylana yataydım ana. Nə gözəl qoxu var bu azadlıqda, cənnətə düşmüşük bu azadlıqda, qara torpaq altda bu məzarlıqda. Nə olaydı sənin yerinə yataydım ana, kaş bu gecə laylana yataydım ana. Məni məzarlığa qoydu bütün əl, deyirəm ilahi ürəyimi, bir gün çağıraydın atəm, evə gəl, sürünə gələrdim ana, kaş bir gecə laylana yataydım ana. Var olasınız, qürurunuz, qeyrətiniz qarşısında bir daha baş əyirik. Təşəkkür edirik sizə və Çingiz müəllim, sizə var olasınız ki, Çingiz müəllimin ifasında, Çingiz müəllimin səsi ilə inşallah ki, Ulduza anamızın ünvanına deyilən o şeiri biz məmnuniyyətlə dinləyək, məmnuniyyətlə dinləyək. Adın kimi vətən qarşısında ucaldı başın. Bəli, bu analar Bulutlar gözünün yaşını sildi. dünyaya bəxş elədiyi evlatlarla Döyüş bu vətəni meydanında böyütdülər. qanı tökülən bütün şəhidləri Əziz falan Azərbaycan xalqı, 7-dən 77-yə zəhmətdən hər birimiz bu evlatlar bu vətəni böyütdüyü kimi biz də bu şəhid valideynlərini böyütməliyik. Onları heç vaxt unutmamalıyıq. Hər kəsin əlindən nə gəlirsə, nə bacarıqsa onlar üçün ərmağan etməliyik. Biz də bunu bacardıq. Adın kimi vətən qarşısında ucaldı başın. Bulutlar gözünün yaşını sildi. Döyüş meydanında qanı tökülən bütün şəhidləri öz balam bildi. Zəhmətdən əlinin qabarı çıxıb, oğul böyütmüsən ana vətənə, vermisən vətənə ana borcunu, bugün ana vətən borçludur sənə. Zəhmətsiz yaşayan malına qıymaz, zəhmətlə yaşayan payını bölər. Bir ana vətənə canından şirin, oğuldan qiymətli nə verə bilər? Həsrətlə yol çəkir yaşlı gözlərin. 3 ildir saxlayırsan oğul yasını. Alındı oğlunun qisası, könlünü sıxma, alçaqlar aldılar öz cəzasını. Sən vətənə sadaqətlə dönməz olan bir anasan. Zəhmətinin bəhrəsi ilə öyünməyə haqqı olan bir anasan. Azərbaycan adlı başı müsibətlər çəkən məmləkətimin ürəyi tək döyünməyə haqqı olan bir anasan. Rəbbimizin nuru ilə
Rəbbimizin nuru ilə bürünməyə haqqı olan bir anasan. Dərdlərinə çarə gəzən bu millətə sən örnəksən. Millətimin məclisində görünməyə haqqı olan bir anasan. Sən Allahın amanəti, sən Allahın amanəti, yaraşıqsan bu həyata. Adəm kimi qəhrəmanları bəxş elədin bu kainata. Sən ulduza anasan, sən Adəmin anasısan, sən analar anasısan, analar anasısan. Cengiz müəllim, təşəkkür edirik qardaşım. Allah sizi var eləsin. Dəyərli qardaşımız, dəyərli dostumuz, eşq olsun, minnətdarıq. Bəli, əziz dostlar, əziz qonaqlar, xanımlar, bəylər, hər birinizə bir daha təşəkkür edirik. Mən məmnuniyyətlə şəhid valideynlərindən çox-çox xahiş olunur. Bu günlərim ulduza, anamıza, bəli, onu bu günlərim Atəm balasının ünvanına, Atəmin evlatlarının ünvanına olan o sözlərini bizlə bölüşdünlər. Ayaz əmi, İsrafil əmi və bütün şəhid valideynləri, hər birinizə təşəkkür edirik. Var olasınız, Allah sizləri qorusun. Mən də bir şəhid atası kimi bugün Atəm qardaşımızın 3-cü il dönümündəyik. Burada bütün şəhid anaları, ataları, o cümlədən gələn sayağın sizən hər bir insan buradadır, hamısına öz təşəkkürümü bildirəm. Çox sağ olun ki, şəhidlərimizi yaddan çıxarmırsınız və çıxası da deyirlər. Çünki onlar bugün bizim həyatda yaşamağımızın, evlatlarımızın toyunu, hər birinin azad gəzməsi üçün öz canlarından keçir. Biz onlara həm şərəf, həm ləyaqət, həm vicdan, həyat borcumuz var. Və bu borcu biz başa düşərək heç bir şəhidi yaddan çıxarmamalıyıq. Çünki onlar bizlər üçün canlarından keçdi. Bugün üçün, devlət üçün, bayraq üçün. Bizə hər daimə onları öz qəlbimizdə yaşatmalıyıq və yaşadacağıq da. Mənim həmişə deyirəm ki, yenə deyirəm, bizim bugün qalib bir devlət olmağım üçün, qalib Ali Başkomandanla ermənilərin məğlub etdiyi ordumuzun gücü, xalqımızın birliyi oldu. Çünki ordu irəli getdikcə baxdı, xalq arxasınca gəlir. İnsan daha da ürəkləndi. Heç bir oddan, alovdan qorxmayaraq, öz şərəfini, qeyrəti uğrunda, torpaqlının azad olması uğrunda canlarından keçdilər. Biz də hər daimə yenə dediyim kimi borçluyuq. Biz də bir olmalıyıq. Necə ki, fikirləşməməliyik ki, bugün biz qalib gəldik, erməniyə torpaqlarımızı azad etdik. Hələ bizim çox azad ediləcək torpaqlarımız var. Həmişə bir bucaq olmağımız bizim qaliblə qiymətləndirilir. Ona görə də mən bugün burada olanlara da, bütün kəndəli, Ağdaş damatlara deyirəm ki, həmişə həmrəy olağın, bir olağın və heç biz günləri yaddan çıxarmayaq ki, irəliyə doğru bir addımlarla gedəyin. Bizim bugün yenə dediyim, qalib gəlməyimiz bir erməni deyil, bir çox ölkələrdə Ali Başkomandanın siyasəti, ordumuzun gücü, yenə deyim, xalqımızın birliyi susturdu. Həm Azərbaycana göz dikən devlətlər çoxdur ki, Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın günü-gündən inkişafı, çəhlənməsi olar. Və hər biri devlət, mühafizə bir millətdir. Bizə ücret artıq deyərəm ki, cəhd eləmir hücum eləməyə. Birdən etsək yenə biz bircə olağın ki, heç vaxt uduzmayaq. Bircəlik həmişə qalibiyyət deməkdir. Ona görə də mən bugün fürsətdən də istifadə edirəm. Bütün cəmaatı da deyirəm ki, İnşallah hamı seçkimizdə iştirak etsin. 7 fevral prezident seçkisidir. Orada iştirak edəyim, bugün bizdə yaşadan Ali Başkomandan yenə də ətrafda sıx birləşəyim və devlətimizi, millətimizi, xalqımızı daimə şəf-xürrəmə yaşamasında dəstək ola
və şəhidlərimizi də unutmayaq. Hamınıza təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən də öz növbəmdə bura tədbirə yığılan cəmaatımızın hər birini şəhid ailələri adından salamlayıram. Və hər birinizə bu soyuq havada, bu yağışlı, palçıqlı havada bura gəlməyizə görəsən hər birinizə təşəkkür edirəm. Onu da demək istəyirəm ki, hər bir Azərbaycan vətəndaşının mənəvi haqqıdır, gəlməlidir, iştirak etməlidir. Belə oğlanları unutmaq olmaz. Onlar yad olunmalıdır. Hər bir vaxtda bircə olduğumuz üçün, bizim yanımızda sizi gördüyümüz üçün biz təskinlik tapırıq, bunu da unutmaq olmaz. Bəli, müharibələr həmişə olub, tarixlərdə olub. Bu müharibələrdə həmişə qəhrəman oğlanlar döyüşə gedib. Bəli, biz qürur duyuruq ki, belə qəhrəman oğlanların valideynləriyik. Bizim verdiyimiz tərbiyə əsasında gözünü qırpmadan döyüşə getdilər və Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu, evlat verdik, can verdik. Bu hər adamın işi deyil. Bunu hamı bilir. Çox ağırdır. Evlat acısı heç kimi arzulamıram. Bayrağı götürüb, silahı götürüb, döyüşə gedən oğlanları unutmaq olmaz. Şəhidlərimizi unutmaq olmaz. Qazilərimizi dəyər vermək, orada iştirak edən hər birinə hörmətlə yanaşmaq lazımdır. Bunu unutmaq olmaz. Belə evlatların tədbirlərini keçirmək üçün ya yağışa, ya qara soyuğa yenə də baxmaq lazım deyil. Onların ad günlərini Allah yaşadırsa, onları Allah Quranda buyurursa ki, şəhidlər ölmür, Allah tərəfindən rizqlanır. Onları Allah öldürmürsə, vallahi bizim öldürməyə haqqımız yoxdur. Biz də yaşatmalıyıq. Biz onları nə qədər yaşayırıq, yaşatmalıyıq. Onların hər birinin bizim canımızda, qanımızda haqqı var. Şəhidin qanı tökülən torpaq elə bir ovuz torpaq yoxdur ki, Azərbaycanımıza o da şəhid qanı olmasın. Bunu hamımız dərk eləməliyik. Min illər boyu, bir indi yox, min illər boyu torpağa şəhid qanı tökülüb, ona görə də torpaq vətən olaraq sayılıb. Bu vətəndə gəzdiyimizdə, yediyimiz, istiyimiz, hər bir vətənin bizə verdiyi nemətə görə biz şəhidlərimizə borcluyuq. Unutmayağın, unutturmayağın. Sağ olun gözəl cəmaatımız, bizlə bərabərsiniz. İnanırıq ki, yenə bizlə bərabər olasınız. Sizi yanımızda görüb təskinlik tapırıq. Bilirik ki, evlatlarımız unudulmur, inşallah da unudulmaz. Yenə deyirəm, necə ki, nə qədər birliyimiz var, Ayaz qardaşının dediyi kimi, nə qədər birik, birgəyik, basılmarıq, əzilmərik, yenə vətənimizi, dövlətimizi qoruyarıq, müdafiə olunarıq. Allah sizi, bizi, bir-birimizi sevməyi bir-birimizdən əsirgəməsin. Ən əsas bizim problemimiz odur, bir-birimizi sevməməyimiz. Allah bizi bir-birimizi sevməyi nəsib eləsin. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız, biz də sizlə bərabərik, siz də bizlə bərabər. Birlik həmişə lazımdır. Sağ olun, var olsun Azərbaycan dövləti, Azərbaycanın Ali Baş Komandanı. Allah şəhidlərimizin məqamını uca məkanın cənnət eləsin, qazilərimizə şəfa versin. Çox sağ olun. Təşəkkür edirəm. İsrafil əmi, siz sağ olun. Biz sizə minnətdarıq. Şəhid valideynlərinə təşəkkür edirik. Şəhid bacı qardaşlarımız, onların evladları var olsun. Qarabağ qazilərinə təşəkkür edirik. Birinci və ikinci Qarabağ müharibəsinin veteranları, sizlərə təşəkkür edirik. Eşq olsun Azərbaycan ordusu, ordunu bəxş eləyən, bəli, orada xidmət göstərən o gül balaları, qeyrətli balaların valideynlərinə bir daha təşəkkür edirik. Alməmməd əmi, söz sahibi sizsiz, bizim əzimiz, dəyərli qardaşımız. Mən baxıram Alməmməd əminin gözləri yaşarır, yerinizə danışa bilərsiniz, var olasınız, təşəkkür edirik. Mən də bugün burada iştirak edən bütün yoldaşlara hoş gəlmisən deyirəm. Çox sağ olun ki, əziyyət çəkib gəlmişsiniz. Xeyrata da halallıq verir. Halal xoşunuz olsun. Mən bütün şəhidlərimizin analarından çətin söz demək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ən əsasda saat hal-hazırda bu çovğunlu günlərdə postlarda duran əsas əskərlərimizə Allah can sağlığı versin. Sağ olun, yenə xoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Əmin siz sağ olun, təşəkkür edirik. Lütf müəllim, buyurun əzizim, söz sahibi sizsiniz. Biraz yerinə düşməsə də müəllim, zürrü hesab edin. Ana oğul böyütdü. Gür çatma qaş gensinə, ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neynəmişəm sənə? Bu nə oğulluq oldu? Bu nə məhəbbət oldu? Uzun getməyək, mən bütün şəhid valideynlərinə Allahdan səbir, bütün şəhidlərimizə məkanı cənnət olsun. Təbii, hər kəsin borcudur. Allah rəhmət eləsin. Allah şəhid valideynlərinə bol-bol səbir, təmkin versin. Çingiz müəllim, biraz müasirləşibdir, deyir. Azərbaycan, mayası nur, qayəsi nur ki, hər daşında alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, şəhidlərin ürəyinə toxuna bilər. Hər birinizə təşəkkür edirəm burada iştirakınıza görə. Hər birinizin qarşısında baş əyirik. Allah bol-bol səbir qismət eləsin. Cəm şəhid övladlarını, valideynlərini. Təşəkkür edirəm. Çox sağ olun, müəllim. Allah sizləri var eləsin. Bir rəhbər kimi kənd cəmaatı da elə bu da sizdən çox razıdır. Müəllim, buyurun. Müəllim, təşəkkür edirik. Minnətlər, Allah sizi var eləsin. Atəm qardaşımızın bu günlərim Mövlüd müəllim, Xalidə müəllimə biz sizlərə təşəkkür edirik ki, bəli, sizin xəttinizlə qürurlu qəhrəman, qeyrətli oğlumuz Atəm vətənə olan borcunu, bəli, inşallah ki, o qeyrətli borcunu yerinə getirdi və orada sizin də inşallah ki, zəhmətiniz böyükdür, rolumuz böyükdür və Mövlüd müəllimlə çox-çox rica edərdim, Xalidə müəllimə bir daha sizlərə təşəkkür edərdim, söz sahibi sizlərsiniz, sizlərə var olasınız, təşəkkür edirik hər birinizə. Salam, hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, salamlayıram hamınızı. Şəhid valideynlərinin qarşısında baş əyirəm. Mənə söz verildiyi üçün də təşəkkür edirəm. Bəli, mən şəhid Atəm Əliyevin müəlliməsi olmuşam. Bununla da qürur duyuram. 40 ildir mən müəllim işləyirəm. Heç vaxt müəllim olduğum üçün bu qədər qürur duymamışdım. Qürur duyuram ki, mən Adəmin müəllimi olmuşam. Adəm, oğlum, daim dualarım səninlədir. Mən səni heç vaxt yadımdan çıxarmaram. Düzdür, sənin bioloji anan Ulduzə xanımdır. Mən isə sənin ikinci ananam, oğlum. Adəm şəhidlik zirvəsinə ucalmaqla həm öz ailəsinin, atasının, anasının, həyat yoldaşının, balalarının başını uca elədi. Həm bütün kəndin, elin, obanın, Azərbaycanın, hər kəsin fəxri oldu. Və onlarla bərabər mənim də başımı uca elədi. Harada var belə bir xoşbəxt müəllimə ki, baxın, oturanda birdən düşünürəm. Adəm haqqında kitab yazılıb, o kitabda mən varam. Adəm haqqında film çəkilib, o filmdə mən varam. Nə qədər ki, Adəmi yad eləyəcəklər, nə qədər ki, Adəm yaşayacaq, deməli mən də yaşayacam. Nə xoşbəxt insanam mən. Balalar şəhid olanda anaların ürəyinə damır. Hər bir ana onu əvvəlcədən hiss edir.
Ulduza xanımın dilindən indi mən bir şey deyəcəm. Bilirdim. Bilirdim nəsə bir xəbər çıxacaq. Yuxumdan çıxmadım bütün gecəni. Gördüm ki, gəlmisən, millət yığılıb, güllərlə bəzəyib bütün küçəni. Mən səni ağ atın üstündə gördüm. Sən qara tabutda gəlib çıxmısan. Cüssəsi qapıdan sığmayan oğul, balaca tabuta necə sığmısan? Dünən qurban kəsib səndən danışdıq. Elə bil indicə buradan gedirsən. Biz sənin yolunda qurban kəsən var. Sən vətən uğruna qurban getmirsən. Sən vətən uğruna qurban getmirsən. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid analarına səbir versin. Hörmətli şəhid valideynlər, analar, atalar, hörmətli qonaqlar. Mən belə tədbirlərdə bir məsələ var. Bir də görürsən şəhid valideynləri, o cümlədən Duzi anamızda cəmaatla təşəkkür edin. İnanın ki, mən utanıram. Biz borçluyuq sizə. Siz niyə bizim qarşımızda baş əyməyəsiniz? Biz baş əyməliyik sizin qarşımızda. Nəyə şəhid valideynləri, qazilər, mən həmişə deyirəm, bir gecə gedib vətən uğrunda o soyuq torpağın üstündə yatan övladın valideyni qarşısında baş əyməliyik. Çünki biz isti otağımızda, peçin qırağında isinənməyəndə uşaq övladı o valideynin deyir torpaq üstündə bu vətən üçün yatıb, döyüşübdür. Bir gecə belə mən onu qəhrəman sayırım. Mənim üçün qəhrəmandır. Ona görə xahiş edirəm. Siz bizə nəsə eləməyimizə görə minnətdarlıq eləməyin. Doğrudan mən utanıram. Biz sizə minnətdar olmalıyıq. Adəmə gəldi işdə isə. Adəm mənə çox yaxın olub. Belə ki, həm qonşu olmuşuq, atası ilə bir kollektivdə rəhmətli ilə işləmişik, anası sinif yoldaşım olub, müəllimi olmuşam. Yəni, sutkalarla danışsaq, Adəmdən qutara bilmərik. Amma bir şey deyim ki, mən həmişə qeyd edirəm. Adəm Azərbaycan əskəri, Azərbaycan zabiti nümunəsi olub. Yəni, həmişə deyirəm, Respublikada Adəm kimi zabitlər çox ola bilər. Amma Adəm kimi nümunəvi zabitlər az ola bilər. Bütün Respublikanın ordumuz üçün Adəm nümunə olur. Ona görə də mən bütün şəhid ailələri qarşısında baş əyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə şəfa diləyirəm. Bayaq Halı Məhəmməd baba dedi, o bu qarda çovğunda, səngərdə olan əsgərlərimizə Allahdan sağlıq, salamatçılıq diləyirəm. Bundan sonra heç olmasa əmin-amanlıq olsun, bir də heç kimin qapısına şəhid gəlməsin. Çox sağ olun. Təşəkkür edirik mənim. Çox sağ olun mənim. Təşəkkür edirik. Var olasınız. Əziz elin obam. Mən də sizlərdənəm. Yaxın kəndlərdən. Xosrov Aral 1, Aral 2 kəndinin nümayəndəsiyəm. Heç də Bakıdan gəlmiş bir nümayəndə kimi deyiləm. Mən sizlərdənəm. Ona görə də bugün nə palçıq, nə qar, heç nə bizi qorxutmur. Harada şəhid anamız varsa, biz onun yanındayıq, olacağıq da. İnşallah Allah izin verdiyi sürəcə. Və də onu da demək istəyirəm ki, harada qiriyyətli, vicdanlı oğullarımız varsa, onlar bizim qardaşımızdır. Bu həmişə tarixən belə olub, olacaq da. Allahın izni ilə. İndi isə bəzi analarımız gedir, biz biraz erkənə aldıq bunu. Biz simvolik olaraq analarımıza harada şəhid anamız varsa, ona bir yaylıq bağışlayırıq. Və indi istəyirəm ki, Nübar anamız
bizdən ayrılacaq. Ona görə ilk olaraq ona biz bu şalı simvolik olaraq sizin önünüzdə təqdim edək. Buyurun Nübar Hanım. Tələsdiyinə görə. Bəli, tələsdiyinə görə. Hər zaman biz bir də onu deyək ki, yəni inşallah bundan sonra düzdür, bizim Ağdaş cəmaatı hamı bilsin, inşallah ki bunu hər kəs görəcək. Ağdaş cəmaatı heç vaxt haqqını istəməyən olub. Hər zaman özünü o qədər mədəniyyəti ilə, o qədər simple olduğu üçün arxada olub, heç vaxt istəməyib öz haqlarını. Amma bundan sonra inşallah ki bizim də səsimizi görəcəklər, bizim də səsimizi eşidəcəklər və deyəcəklər ki, bu gözəl eldə, obada bu qədər qəhrəman varsa Ağdaş rayonunda, onun Ucqar kəndində, palçıqlı kəndlərimizdə qazlarımızı da burada gətirəcəklər. O qaz böyük boruları bizim bu göyçək, gözəl insanlarımız yaşayan elimizə, kəndimizə də gətirib çəkəcəklər və biz də hamılıqla isinəcəyik bir yerdə. Onu da dua edək, şəhidlərimizə dua edəndə. Nübar Hanım, buyur. Mən Ağdaş şəhidi Məmmədov Elvin anasıyam. Şala görə təşəkkür edirəm. Bu şalın xanımın çiynində gördük, çox xoşumuza gəldi. Üstündə xarı bülbül var idi, ona görə xoşumuza gəldi. Xarı bülbül də bilirsiniz ki, şəhidlərimizin qanı töküləndən sonra o torpaqda baş qaldırdı. Xarı bülbül də bizim üçün bayraq qədər dəyərlidir. İnci xala, sən Allahdan səbir diləyirəm. Allah sənə can sağlığı versin. Atəm evladına nə arzulursa sən onları həyata keçirdirsin. Çox sağ olun. Amin inşallah. Çox sağ olun. Təşəkkür edirik. Bəli, az sonra inşallah bu şal təbii ki bütün analarımıza. Zərifə anamız da buyursun, zəhmət olmasa. Zərifə xanım. Anam buyurun. Salamlayıram hamınızı. Mikrofon ver, Hamınızı salamlayıram. Uzaqdan gəlsək də ürəyimiz sizinlədir, şəhid anaları iləndir. Qrupda olaraq biz salamlaşırıq hər gün, yazışırıq. Hal-əhvallarını soruşuruq. Az da olsa dərdlərinə şərik oluruq. Allah sizə səbir versin. Bizim balalarımızın ruhu buradadır, bizi görürlər. Allah onlara qəni-qəni rəhmət eləsin. Sizin qarşınızda söz demək çox çətindir. Yəni ki, onu siz bilirsiniz, biz azacıq da olsa sizin dərdinizə şərik oluruqsa, nə xoş bizə. Güman edir ki, gəldik, yollarınızı gördük, çətinliklə gəldik. Amma yəni ki, bir belə şəhidi, bir belə igid övladı olan bir kənd üçün, bir rayon üçün, yəni ki, yəqin ki, bizim də səsimizi eşidənlər bu ocağa, bunların ocaqları isti olub. Qaz verərlər ki, biraz da isti olsun. Balalarının yoxluğunu hiss eləməsinlər, əziyyət çəkməsinlər. Yenə də Allah sizə kömək olsun, Allah sizə səbir versin. Təşəkkür edirik, minnətdarıq hər birinizə. Var olasınız. Teşekkür edirik. Arzu anamız, Əminə anamız, şəhid anaları, sizlərdən xahiş olunur, zəhmət olmasa Ulduza anamızın ünvanına olan sözlərinizi qeyd edəsiniz. Biz hər birimizə bir daha təşəkkür edirik. Varlığınıza qurban olun. Minnətdarıq sizlərə. Şəhid anaları, Arzu ana, Əminə ana, Elməddin balamızın anası inşallah var olasınız. Əminə ana, sizlərə təşəkkür edirik. Buyurun, qurban sizə. Hər birinizi salamlayıram. Mən Bərdədən gəlmişəm. Evin yeganə evladı Hüseynzadə Elməddin anasıyam. Bu günlərim Atəm balamızın anım günüdür. Allah şəhidimizin məqamını uca, şəhadətini mübarək eləsin. Məkanı cənnət, ruhu şad olsun.
Ulduzə bacıma da bol səbir diləyirəm. Hörmətli tədbir iştirakçıları, biz bugün bura Ulduzə bacımızın gözəl, mehriban, Nəcib anamızın ocağına yığışmışıq. Onun balasının, Atəm balamızın bu günlərim il dönümüdür. Şəhadətə qovuşduğunun 3-cü il dönümüdür. Mən bütün analar adından, bütün şəhid ailələr adından Ulduzə bacıma səbir diləyirəm. Onun yaxınlarına, əzizlərinə səbir diləyirəm. Atəm balamız nur içində yatsın və Atəm balamızın simvolunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Nur içində yatsınlar. Mən özüm də bir şəhid anasıyam. Məmmədov Çingiz Xasayoğlu'nun anasıyam. Bizlər belə oğullar böyütdüyümüz üçün fəxr edirik. Biz oğulları vətən üçün böyütdük, vətən uğrunda, müqəddəs torpaq uğrunda, üç rəngli bayrağımız uğrunda da qurban verdik. Mən bu günlərim şəhidlərimizlə, balam da içində olmaq şərti ilə fəxr edirəm. Onlar bizim qürur yerimizdir, onlar bizim baş tacımızdır. Gəlin heç vaxt şəhidlərimizi unutmayaq, onları yaddan çıxmağa qoymayaq. Çünki onlar olmasaydı, bugün biz Azərbaycanda yaşaya bilməzdik. Bu günləri mən fəxrlə deyə bilərəm ki, vətənimiz Azərbaycan Azad Demokratik Respublikadır. Allah bundan belə heç bir ailəyə şəhid qismət eləməsin. Balalarımız, hərbi xidmətə gedən balalarımız səbirli olsunlar, dözümlü olsunlar, sağ salamat valideynlərin üstünə qayıtsınlar. Bu günlərdə mənim də bir növ fərəhli günümdür. Şuşada xidmət eləyən nəvəm, üzü ağ, qürurla, gözəl fəxri fərmanlarla evimizə qayıdıb xidmətin başa vurub, bütün analara balalarının yolunu sevinclə, gülə-gülə qarşılama qarşılayıram. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, keşik çəkən əskər balalarımıza dözüm, mətanət arzulayıram. Vətənimiz sağ olsun. Sağ ol Ulduzə bacı, Atəm kimi oğul böyütdüyün üçün biz çox fəxr eləyirik. Mən bugün fəxr eləyirəm ki, sizlərlə qoşa dayanmışam. Allah rəhmət eləsin. Amin inşallah. Biz sizlərə təşəkkür edirik. Gözəl analar, dəyərli analar. Bəli, sizlərə minnətdarıq. Hər birimizə təşəkkür edirik. Var olasınız, var olasınız, var olasınız. Can müəllimi dəvət edirəm. Zəhmət olmasa, onların da bu günlərin söz payı var. Onların da arzuları, istəkləri var. Ulduza anamızın ünvanı olan bəli, sözlərini sevgi və saygı ilə qəbul edək. Eldəniz müəllim, İbrahim müəllim, var olasınız. Allah sizləri qorusun. Yok, pardon, vermem. Salam aleyküm, rəhmətullah. Buraya yığışan tədbir iştirakçılarını əvvəla bizim Ağdaş rayonunda təmsil elədiyimiz AK Parti təşkilatı adından salamlayırıq. Bir neçə ildir biz bu Ağdaş rayonunda fəaliyyət göstəririk. Biz bacardığımız qədər, çalışdığımız qədər də bu analar da etiraf edirlər ki, bu şəhid ailələri ki, biz çalışdığımız qədər hər zaman istəmişik ki, onların yanında olaq, bacardığımız qədər dəstək olaq, gücümüz yetən qədər. Əlbəttə ki, məlum məsələdir ki, bizim hal-hazırda bizim bu partiyamız heç bir maliyyəsi yoxdur deyək. Əslində ehtiyac yoxdur, belə deyək də, maliyyə olanda kiməsə yardım eləmək çox o qədər çətin olmur. Əslində əsas lazımdır ki, maliyyəsiz, yəni bu insanlara mənəvi dayaq lazımdır əslində. Bu analar da bizdən heç bir maddi nəsə bir dəstək istəmirlər, umurlar. Bizim bunlara, yəni belə deyək də, mənəvi dəstəyimiz və elə gəlir ki, hər şeydən üstündür. Ona görə də biz çalışırıq ki, bugündən sonra da, indiyə qədər elədiyimizdən də qat-qat artıq dərəcədə bunların qulluğunda duraq, dəstək olaq, gücümüz yetən qədər. Yəni biz bəzilər kimi mal alamağa bacardıq ki, yəni hər şey dörtlüktür, 100% hər şey normaldır, xeyr. Bugün o qədər satışmayan işlər var ki, biz yəni bunu gözümüzü yuma bilmərik. Yəni bugünkü gündə hal-hazırda gördüyümüz kimi, baxın biz bu yol vəziyyətini biz burada gördük daha ki, bu anaların, bu kətlə yaşayan analar nə zülüm çəkir. Mən dəfələrdən bu məhəllədə olmuşam da, görmüşəm, bu analar, bax bugünkü gündə biz dəfələrdən biz gücümüz yetən qədər istəmişik ki, işıqlandıraq, ictimailəşdirək ki,
Yəni bu analar neçə ildir zülm çəkirlər, çöldə çırpı ilə, nə bilim, odun ocaq yoxdur, yəni nə zülm çəkir, bu balaları nə zülmlə boya-boşa çatdırdılar. Amma bəzi məmurlar istipesin yanında otururlar, yəni keyfləri kök, ürəkləri belə nətərdir, rahatsız dərəcədə ayaqlarını uzadıb rahat yata bilirlər. Amma bu analar ürəyindən, canına bir parça bu vətən uğrunda verdilər. Mən belə deyim də, Allah Taala yəqin ki, bu anaları belə deyək də seçibdir ki, bu anaların balaları belə getdi, şəhid oldular. Çünki hər adama nəsib olmayan bir pillədir bu. Biz yenə deyirəm, bu şəhidlərin qarşısında həmişə baş əyir. Mən bu analar kiminsə qarşısında deyəndə ki, biz baş əyir, mənim xoşuma gəlməyən bir sözdür bu. Çünki bütün vətən borçludur bu analara. Bütün məmurlar və hətta biri, mən özümü çıxmamaq şərtinə deyirəm ki, biz hamımız bu analara borçluyuz. Çünki bizim başkanımız Tural Abbasi əvvəla salam söylədi, yəni bizim adımıza, anamıza. Mənim telefonumda səsi var, indi inşallah onu versəm, mümkünsə səsləndirəsiniz. Yəni o hər zaman çıxışlarında onun qardaşı da şəhiddir əslində bu müharibədə. Bir də ki, bu 44 günlük, nə bilim 92 şəhidlərin də bu ayrı seçkili eləmək lazım deyil. Çünki şəhiddir. Bu nə dəxli var ki, can var, şəhidi 92 və yaxud 44 günlük. Bunların hamısı şəhiddir. Şəhidin yəni köynəsi təzəsi olmur. Bizim başkanımız Tural Abbasi da hətta dəfələrdən axırıncı çıxışlarında birində dedi ki, mən bu şəhid analarının onların ayağından öpməyə belə razıyam. Fikir ver, onun qarşısında yəni bu demək deyil ki, bu alçalır. Xeyr, bu şəhidlərin anasının qarşısında, Allah qarşısında mənə elə gəlir ki, daha da yüksəlir. Ona görə də yəni gücümüz yetən qədər bugünkü gündən sonra da biz bu analara borçluyuq. Hətta bəzi dövlət belə deyək də, bunlara yardım edəndə belə deyək də, cüzi bir miqdarda qıraqda kimsə deyir ki, bunlara dövlət yardım elədi. Nə yardım elədi? Nə yardım elədi? Bugünkü gündə belə bizim başkanımızın belə bir sözü var ki, mən 100 min verirəm, hansısa məmur getsin, balasını versin, getsin, şəhid olsun, 100 min verirəm. Və yaxud çıxarsın bir gözünü versin, çıxardım, mən ona 100 min veririm. Verə bilmir. Çünki bu parçasıdır, ürəyin bir parçasıdır, canına bir parçadır bu şəhidlər, bu analar. Mən çox istəmirəm ki, bu cəmaatın belə deyək də, vaxtını çox almaq istəmirəm. Mən icazə versəz, biz başkanımızın bu anıya göndərdik ki, belə deyək də, salamını çatdıraq, o telefondadır. Mən ana, hər zaman mən yenə deyirəm, vallahi billahi gücümüz yetən qədər biz sizi, yəni, heç vaxt istəmərik, tək qoymayacaq, yəni kimlərsənsə, yəni fərqli olaraq, kimlərdənsə fərqli. Bugünkü gündə mən dəfələrdən biz hansısa şəhidin qapısına gedirik, biz bir sual veririk ki, sizin bu kəndin icra nümayəndəsi nə vaxtı sizin qapınızı açdı, bunu xatırlaya bilmir. Yəni ki, özünə sıxışdırmır, bu adam icra nümayəndəsidir, bu məmurdur. Buna görə dərsə də, tamam. Müəllim, təşəkkür edirik. Çox xahiş edirəm, siyasiləşdirməyək. Mən bu şeyin mübahisəsini bir dəfə yaşamışam, başınıza dönüm. Ağdaşın qeyrətli oğlanlarının hamısının qadasını alıram. Mən Şuşa sakini olaraq bu anaların da qarşısında baş əyirəm. İnşallah ki, bir dəqiqə, çox xahiş edirəm. Ali Baş Komandan yenidən prezident seçilən kimi 2024-cü ildə mənim məlumatım var ki, Ağdaşın 72 kəndi içində də abad olmaq şərti ilə qaz tamamilə çəkiləcəkdir. Və 2025-də inşallah bura yol çəkilməsi nəzərdə tutulubdur. Sizin başınıza dönün, sizin qadanızı alın. Bu şəhid anaları, bu dövlət onlara nə qədər dəyər verirsə, prezident onun nə qədər onlara qiymət verirsə, onlar hamısı bilirlər. Hamısı göz qabağındadır. Siz hansısa ki, icra nümayəndəsində dediniz, antiterror tədbirləri zamanı Ağdaşda elə icra nümayəndələri var ki, onların oğlanları qazi şəklində gəliblər. Hamının da məlumatı var. Bax, o qeyrətli oğlanları alqışlayıram mən. Sən necə ətirli təravətlisən, mənim çiçəyim gülüm Ağdaşım. Qeyrətli oğluna, şəhidinə sədaqətlisən, qonağa gəldiyən dilim Ağdaşım. Gözəl Ağdaşımda kim ömür sürdü? Ağdaş başdan başa ocaqdı, pirdi. Bir yanı türyən çay, bir yanı kürdü. Sularda daranan telim Ağdaşım. Qonağa gəldiyən dilim Ağdaşım. Dünyanı dolaşan söhbəti vardı. Dilləri gözən şöhrəti vardı. Habili, Munisi, Fikrəti, Bəkiri, Ağdaşın 203 şəhidi vardı. Hansını gətirim gəlim Ağdaşım? Mənim çiçəyim gülüm Ağdaşım. O qeyrətli oğlanların qadasını alın. Onlar ki, Qarabağı qaytardı. Prezident də inşallah Azərbaycanı çiçəyə çöndərəcəkdir. Başqa yönü yoxdur.
Var olasın. Mirzə Fərli gəlsin, bir dua versin. Çörəklər götürülsün, ondan sonra davam edirik. Mənim gözlərim üstə eləyirəm. Əfəndi bir dua versin, zəhmət olmasa. Ondan sonra sizin o telefonda qoyduğunuz da səsləndirəcək. Zəhmət olmasa. Çox-çox xahiş edirəm. Amin. Bismillahirrahmanirrahim. Nimeti Cellallah, bereketi şekalullah, şefayet ya Resulullah. Elhamdülillah illezet emenen ve sekani ve cealne minel muslimin. Ve la şükran nimet, nezir bereket, kabul kıret, nesibi cennet. Allahümme zid ve la tengus, Allahümme tekebbel hazel ihsan. Bu kabul ehsan bi hürmeti suret lillahi. Fatiha. Hayril mağdub aleyhim Allah kabul. Amin inşallah. Çörəklərimiz götürülsün, zəhmət olmasa. Çox-çox xahiş edirəm hər birinizdən. Əllərindən öpürəm. Allahdan səbir diləyirəm. Və təbii ki, minnətdarıq ki, həm Ulduz anamıza, həm Ulduz anamızın timsalında digər bütün şəhid analarına ki, belə qəhrəman övladlar yetişdiriblər. Və o qəhrəman övladların sayəsində bugün biz dik gəzə bilirik. Torpaqlarımız azaddır və 1-ci Qarabağ müharibəsindəki şəhidlərimizin qisası alınıb, Xocalının qisası alınıb və bugün həmin Ulduz ana və onun kimi digər şəhid analarının və ailələrinin fədakarlığı sayəsində biz bugün bayramlar qeyd edirik, sevinclər yaşayırıq. Eyni zamanda da təbii ki, Atəm qardaşımıza da Allahdan rəhmət diləyirik. Düzdür, şəhidlərə rəhmət diləmək düz çıxmır, çünki zaten onlar cənnət əhlidirlər və biz onların şəfayətinə möhtacıq. Allah bizi şəhidlərimizin şəfayətinə məsar eləsin. Hər bir ailə üzvünə də Allahdan səbir diləyirəm və inşallah ki, Allah öz cənnətində bizi görüşdürsün. Bir daha salamlayıram, əllərindən öpürəm və başı dik gəzməyini xahiş edirəm. Çünki bugün 3500 şəhidimizin sayəsində 10 milyon Azərbaycan xalqı başı dik gəzir və hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan evladının, məmurunun, iqtidarının, müxalifətinin borcudur ki, bizim şəhidlərimizi yad eləsin, onları unutmasın, onları unutturmasın və təbii ki, onların yadigarları olan ailələrinə də lazım qayğın və diqqət göstərsinlər. Bir daha salamlayıram və əllərindən öpürəm Ulduz anamızın. Sağ olun. Ulduz ana, təşəkkür edirik canım, var olasınız. Çox sağ olun. Bu günlərim qəhrəman şəhidimiz Polkovnik Leytenant Atəm Əliyevin il dönümüdür. Mən Atəmlə Naxçıvanda, Göygöldə Qərəcə rəis olan vaxtı rastlaşdım. Bizim tanışdığımız demək olar ki, həmən istiqamətdən başlamışdı. Atəm çox vətənpərvər, çox ailəcanlı bir zabit idi. Həm komandir kimi komandir idi, həm dost kimi dost idi, həm gözəl ailə başçısı idi, gözəl evlar idi valideyn üçün. Bir dəfə qısa bir diyalogumuz olanda qayıtdı ki, mən məğlub ölkənin zabiti yox, qalib ölkənin zabiti olmaq istəyirəm. Düzdür, qalib ölkənin qəhrəman şəhidi oldu və zabit olaraq da hər zaman bizim xəyallarımızda qalacaq. Və qismət oldu ki, o Naxçıvandan gəldi, Murov istiqamətində ən ağır relyef olan bir istiqamətdə döyüş keçdi. Həmən döyüşlərdə də, bilmirəm, təsadüfdür, yəni təsadüf zərurətdən doğur, gəldi, eyni istiqamətdə rastlaşdı. Orada bildiyiniz kimi 94-cü ildə Murovdağ əməliyyatında bizim 5000-ə yaxın şəhidimiz var idi. Və yaxlarım gözəl qeyd elədilər, bizim bir vətənimiz var, bir Qarabağımız var. Hər biri Qarabağ uğrunda gedir, bu fərqi yoxdur. Yaxşı, orada belə qeyd edək ki, 92-93 şəhid, 20 yanvar şəhidi və 44 günlük aprel və yaxşı, atəşkəs dövründə bizim yüzlərlə, minlərlə şəhidlərimiz olubdur. Onları hansı tarixə yazaq? Bir vətənimiz var, bir Azərbaycanımız var. Elə gəlin bu cürdə həmişə qeyd edək ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyən. Çünki bizim 4000-3000 şəhidimiz yoxdur.
indiyənə qədər 30 minə yaxın şəhidimiz var. Yəni Atəm də o komandirlərdən idi ki, irəli əskər demirdi, ardımca əskər deyirdi. Yəni ardımca əskər deyən komandir də döyüş meydanında qəhrəmancasına şəhid olurdu. Və qismət elə gətirdi, düzdür, biz qısa bir gündə 28-ci günü görüşdük. Camış Canavar istiqamətində, hansı ki, sıra Kiçik Qafqaz dağlarının ən yüksək dağları idi. Bir dəqiqə çəkərdi bizim orada rastlaşmağımız. Amma təəssüf ki, Cənab Prezidentin Kəlbəzər üç tərəfli müqavilədən təhvil alandan sonra Atəmin nəşrini də mənə götürmək nəsib oldu. Səhv eləmirəmsə, yanvarın 23-cü idi, biraz həyəcanlıyam, özürü sayın. Ana, sən qəhrəman sorandan olmur, qəhrəman anadan doğulur. Siz bir qəhrəman, bir komandir yetişdirmişdiniz bu vətən üçün, bu dövlət üçün. Bugün də Cənab Prezident şəhidimizi medallarla və Azərbaycan bayraq ordeni ilə təklif olunmuşdu və onun bu dövlətə, vətənə qalan əmanəti də bu qeyrətli oğlanların borcudur ki, qoruyub saxlasın. Siz tək Atəmi yox, vətəni sevən hər bir oğlun anasısınız. Allah sizə qorusun, Allah cəmi şəhid analarını qorusun. Hər birinizin qarşısında baş əyirəm ki, elə igid, qəhrəman oğullar böyütmüsünüz. Bu, təbii ki, zamanla hər birimiz dünyamızı dəyişəcəyik. Heç kim əbədi deyil, bu dünyadan köçüb gedəcəyik. Amma şəhidlərimiz, nə qədər ki, Azərbaycan Respublikası, ərazi bütövlüyümüz, vətənimiz, bu igidlərimiz yaşayırsa, o qəhrəmanlar hər zaman yaşayacaq. Çünki bu günlərin bu torpağın üzərində gəziriksə, biz onlara borçluyuq. Onların qanı, canı bahasına bu qələbəni, bu zəfəri bizə yaşatdılar. Heç vaxtı inanmıram ki, gələcək nəsil ki, o şəhidlərimizi unutsunlar. Çünki bu Azərbaycanın hər bir qarşında, hər bir metrəsində şəhid qanı var. Ona görə bizim torpağımız müqəddəsdir. Qardaşım, ruhun şad olsun. Ruhun qarşısında baş əyirəm. Bir də üzr istəyirəm, bayaqlarım Naxçıvan heyətindən komandir heyətləri zəng eləmişdilər. Məsafəyə görə, gələ bilmədiklərinə görə bunu mən özümə borc bildim ki, sizlərə çatdırım. Hamısı dərin üzr başsağlığı verir sizlərə. Allah sizə səbir versin. Allah qazilərimizi qorusun. Eldəniz qardaş, çox sağ ol. Allah sizləri var eləsin. Allah ordumuzu qorusun. Allah ölkəmizi qorusun. İnşallah sizin arzularınız, istəyiniz, sizin kimi qəhrəmanların, igidlərin sayəsində hasil olar, həyata keçər. Biz buna inanırıq, sizə inanırıq. Eşq olsun sizlərə. Var olun qardaşım, var olun. Və analarımızın hədiyələrini təqdim edək. Onların da içərisində tələsiyənlər var. O simvolu, gözəl yaylığı doğrudan da biz alqışlayırıq, təşəkkür edirik. Hər bir, bu iki xanımın ikisinə də ki, belə bir gözəl ideya ilə çıxış edirlər. Var. Mən şəhid İdrisov Xəyal İbrahimoğlu, Ağdaş rayon Ərib Ocaq kənd şəhididir. Xəyalın anasıyam, təşəkkür edirəm. Urcana, Allah sizləri var eləsin. Siz bizim hamımızın anasısınız. Allah balalarımızı bizimlə cənnətdə görüşməyi nəsib eləsin. Biz o arzu ilə yaşayırıq ki, balalarımızı cənnətdə görək. Mən də Ağdaşa ilk gələn şəhid Siyasət Mustafayevin anasıyam. Ulduz bacı, Allahdan sizə səbir dözümü diləyirəm. Allah yerini, məkanını cənnət eləsin. Bütün şəhid balalarımız. Çox sağ olun siz də. Allah razı olsun. Allah köməyinizdə olsun. Kim dəyər verir, biz də onlara minnətdarıq, duacıyıq. Sağ olun, var olun. Gəlin bura. Gəlin bir təqdim edəyən özümüzü. Zəhmət olmasa, buyurun. Osmanov Əyyub Ağdaş. Sağ ol. Gəl. Əslənov Levanın anasıyam. Ağdaş rayon Aravaki kəndi. Sağ ol. Mən də İsrafilova, Anarın anasıyam. Mekan cənnət olsun, qəbrin nurla da olsun. Ananın adını səhv. Təqdim elə bunu.
Onda Fərvanə xanıma saxlayın. Mən də Məsmud Ekbərin anasıyam. 9 aydan sonra tapılan şəhid. Zaten tapılanda elə sevindim ki, dedim, İnşallah Ekber'den de bir haber olur. Sonra da Ekber geldi 9 aydan sonra. Allah yerini, mekanını, məqamını uca eləsin. Ulduzə bacıma da çox da səbir gözüm arzuluyum. Allah can sağlığı versin. Böyüklükdən əksiyyə etsin. Ona da Qaracal. Qaracal Gələndə və gətirəndə dəyişir. Mən də Afəm Əliyevin həmyerlisi Həqan Qurbanovun anasıyam. Tuzlu anamıza Allah'tan böyük səbir diləyir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Məqamları uca olsun. İnşallah siz verdiniz, rəhmət olmasın. O xanımın başı qaçır. Alanlar özünü təqdim eləsin, biz verir. Mən Əhməd Əliyevin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Anarın anasına da verin, anarın. Ver anarın anasına. Baxdır bax. Qarab da bu. Qaldı kimsə? Buyur, buyur. Ondan yox. Gələn dəfə gətirərəm. Şəhid anaların, atalarına hamısına səbir diləyirəm. Cəlaləddin Şuşa alınandan 2 saat sonra Sudalıca gedərkən şəhid olubdu, o suyu içmədən. Son günü, müharibənin son günü. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah sizlərdən də razı olsun. Şəhidə dəyər verən, qaziyə dəyər verən insanları Allah qorusun. Allah bütün qazilərimizə səbəb salsın canlarına. Biz bir qazini 2-3 gün əvvəl Hüseyin Qazi qalamızı ziyarət elədik. Allah'tan ona şəfa diləyirəm. Çox ağır bir dərddir, yəni o görüntünü biz gördük yəni. Vallahi. Allah səbir versin bütün qazilərimizə. Allah ölkəmizi qorusun, cavanlarımızı qorusun. Çörəkli, rozili bərəkətli eləsin, ay oğullar, hamınızı. Yəni ana kimi istəyim, yəni Allah bu gənc balalarımızı xoşbəxt böyütsün, çörəkli, rozili böyütsün, sağlıqlı böyütsün. Cəlaləddin evimin tək oğlu idi, amma inanın ki var, hər biri gözəl ürəyində vətən eşqindən döyünən oğullar hamısı mənim oğlumdur. Allah hər birinizi qorusun. Siz də sağ olun, var olun. Çox sağ olun. Yaxşı ki varımız. Bizim üçün çox dəyər. Köksünü talan edip gel boyuna kurban ay vətən ol Göyçən Zəngəzur mərdə gedibdi
Gel boyuna kurban ay vətən oğlu. Göyçəm Zəngəzur məldən gedibdi. Gel boyuna kurban ay vətən oğlu. Şuşa yaylasının sistem aldı. Bülbülüm gözleri doldu. Topxana mişesi saçılıyordu. Gelin boyuna kurban ay vətən oğlu. Şuşa yaylasının sistem aldı. Bülbülüm gözleri doldu. Topxana mişesi saçılıyordu. Gelin boyuna kurban ay vətən oğlu. Gelin boyuna kurban ay vətən oğlu. Necəyəm indi hardayam. Gecəli gündüzü intizardayam. Məskənim Qarabağ yaman dardayam. Gəl boyuna qurban ay vətən oğlu. Məskənim Qarabağ yaman dardayam. Gel boyuna kurban ay vətən oğlu. Şuşa yaylasının sistem aldı. Bülbülüm gözleri doldu. Topxana mişesi saçılıyordu. Gelin boyuna kurban ay vətən oğlu. Şuşa yaylasının sistem aldı. Bülbülüm gözleri doldu. Topxana mişesi saçılıyordu. Gelin boyuna kurban ay vətən oğlu. 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 Nifrete çevrildi bakışlarınız. Kanlı şekillerde nakışlarınız. Güllere gərq oldu baş taşlarınız.
namuslu, gayretli, nakem şehitler. Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Allahu Ekber'le dövüşe girdiniz. Dövüşte mertliğinizi gösterdiniz. Siz bu vətən yolunda can verdiniz. Unutmaq olar mı sizi şehitler? Sizler için kan ağladı gözler. Tarihe saldınız silinmez izler. Siz şehit oldunuz, yaşayak bizler. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı? Geldi köksünüzü namert güllesi, döndü dilinizde vətənin dərməsi. Dindi anaların ahı nalesi, akan gözlerimin yaşlı şehitlerine. Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Nifrete çevrildi bakışlarınız, kanlı şekillerde nakışlarınız. Gül
Dertlere gərq oldu başdaşlarınız, namuslu, qeyrətli, nakam şəhidlər. Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalar oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? Allahu Ekber'le dövüşe girdiniz. Dövüşte mertliğinizi gösterdiniz. Siz bu vətən yolunda can verdiniz. Unutmaq olar mı sizi şehitler? Sizler için kan ağladı gözler. Tarihe saldınız silinmez izler. Siz şehit oldunuz, yaşayak bizler. Unutmaq olar mı sizi şehitler? Unutmaq olar mı? Geldi köksünüzün namert güllesi, döndü dilinizde vətəndən dərməsi. Dindi anaların ahı nalesi, akan gözlerimin yaşlı şehidlere. Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Dünyanı heyrətə salar oldunuz, azadlıq yolunda yanar oldunuz. Köçüb ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər?
Unutmak olar mı sizi şehitlere? Allahu Ekber'le dövüşe girdiniz. Dövüşte mertliğinizi gösterdiniz. Siz bu vətən yolunda can verdiniz. Unutmaq olar mı sizi şehitler? Sizler için kan ağladı gözler. Tarihe saldınız silinmez izler. Siz şehit oldunuz, yaşayak bizler. Unutmaq olar mı sizi şehitler? Unutmaq olar mı? Geldi köksünüzü namert güllesi. Döndü dilinizde vətənin dərməsi. Dindi anaların ahı nalesi. Akan gözlerimin yaşlı şehitlerle. Dünyanı heyrətənə salar oldunuz. Azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitlere? Dünyanı heyrətənə salar oldunuz. Azatlık yolunda yanar oldunuz. Köçü yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi